Salam. Geridə qoyduğumuz Aşura günü ilə əlaqədar bu günün həqiqətini anlayan kəslərə başsağlığı verirəm. Başınız sağ olsun ki, həqiqətləri qavrayıb başa düşmək üçün bir vasitəniz olsun. Çünki ölü başdan diri bədənə xeyir gəlməz. Biz də xeyrimiz olmayan yerdə durmarıq. Bir şeydən bizə xeyir gəlməsə, onun adını belə dilimizə almarıq. Qısası, ancaq xeyrimiz üçün yaşayırıq. Buna yaşamaq deyilirsə. Əvvəl Aşura günü məscidlərimizdə baş yarmaq, özünə qəsd etmək bir növ adət halına almışdı. Sonra dindən anlayışı olmayan bəzi insanlar cəmiyyətə çatdırdılar ki, baş yarmaq cahillikdir. Bu bizə yaraşmaz. Nəhayət qərarı gəldilər ki, bu baş yarma əməliyyatlarını saxlasınlar, keçsinlər qanvermə aksiyalarına. Dünən televizorda eşitdim. Bu il Aşura günü ilə əlaqədar xeyirxah müsəlmanlarımızdan 2 ton qan alınıb. Bu xəbərə həm sevindim, həm kədərləndim. Sevindim ona görə ki, dedim bu insanlar savab iş görüblər. Aşura günü qan verirlər. Öz qanlarından keçməklə Kərbəla çölündə qanları tökülmüş şəhidlərin dərdlərini şərik olurlar. Az keçməmiş, öz sözümə özüm də acı gülüşlə cavab verdim. Kimdir bu millətin qanını özünə qaytaran? Millətin qanını Allah yoluna alırlar. Sonra millətin bir vətəndaşı yatağa düşəndə və ona qan lazım olanda 2 tonluq qan yoxa çıxır. Ha axtarırlar, tapmırlar. Məcbur olurlar ki, xəstəyə pulla satılan qanlardan alsınlar. Həqiqət budur. Öz qanımızı özümüzə pulla satırlar. Sən qan verəndə işlədilən Allah rizası sözü sənə qan lazım olanda unudulan ilk kəlmə olur. Yenə də qanımızı içənlərə bir söz demirik. Nuş olsun sözündən başqa. Aşura günü dilənməyi özünə peşə seçən adamlara da düşərli olur. Doluşurlar məscidin həyətinə. Başlayırlar matəmlə əlaqədar məclislərə gələnlərə yalvarmağa. Bilirlər ki, əlləri geriyə boş qayıtmayacaq. Elə Kərbəla şəhidlərinə and versələr, kifayətdir. Ovuzları pulla dolacaq. Heç Allaha and verməyə ehtiyac olmayacaq. Millətini dilənçi olmasını istəmirsənsə, dilənçiyə pul vermə. Bu ərəb atalar sözüdür. Ərəbistan, İslam dininin anadan olduğu yer. Orada deyirlər dilənçiyə pul vermə. Bizdə deyirlər günahdır, boş yeri qaytarma. Deməli biz müsəlmançılıqda ərəbləri də keçmişik. Elə onu bunu keçə-keçə gedirik. İndi də keçək başqa bir məsələyə. Deyirlər bəzi dini və mənbəyi bilinməyən adamlar sosial şəbəkələrdə etiraz ediblər. Etirazları bundan ibarət olub ki, niyə adamlar gedib Aşura günü məscidlərdə başlarını yarırlar? Amma mitingdən qorxurlar. Ölkədə miting olanda getmirlər ki, başıma dübünkə dəyər. Axı mitingi getmək də zülmlə mübarizə etməkdir. Bəs yolunda başınızı yardığınız Həzrət İmam Hüseyn özü elə zülmə qarşı mübarizə apararkən dünyasını dəyişmədimi? Bəs siz niyə başınızın mitingdə yox, məsciddə yarılmasına razı olursunuz? Mən bu və bu tip sualların müəlliflərinə türk dilində cavab vermək istəyirəm. Yazıqlar olsun. Doğrudanmı belə sualları fikirləşib ortaya çıxardan adamlar ətrafda baş verənlərdən bu dərəcədə xəbərsiz qalıblar? Doğrudanmı bu adamlar Hacı Taleh, Hacı Mövsüm, Hacı Abgür kimi insanları tanımırlar? Hər halda onları və onların arxaları ilə gələn adamları tanısaydılar, meydanlara düşüb belə həyasızlıq etməzdilər. Bunun üçün həqiqətdən biraz məlumatlı olmalısan. Vəssalam. Məlumatı olduğu kimi əldə etmək istəyirsənsə, ayıq olmalısan. Bütün gücünü gözlərinə və qulaqlarına sərf etməlisən. Qutardı getdi. Səndən başqa heç nə tələb olunmur. Mən meydanlarda İslam dinindən böyük aşıqqa tutmuş kimi atılıb düşənlərin qismən bəzi fikirləri ilə təəssüf ki, razılaşmalı oluram. Məsələn, məsciddə 10-15 santimetrlik qara rəngli parçanı 1 manata satan adamlarla yola gedə bilmirəm. Bunlar açıq-aşkar insanların inanclarından istifadə edirlər. Başıma 3 dəfə dəmir ələmi dolandırandan sonra mənə nəzir qutusunu işarə edən qardeş mənə iman sevgisini çatdıra bilmir. Qorxuram, cahilliyimizdən qorxuram. Nəzir qutusunun içində gizlənən inancımdan qorxuram. Misirdə bir zamanlar kahinlərin qarnını Allahlara gətirilən hədiyyələr böyütdü. Biz də imkan yaratmayaq ki, Azərbaycanda məscid xidmətçilərinin qarınları böyüsün. Böyük olan Allahdır, yeganə və tək olan Allah. Bizim hər addımımızı görən Allah. Təəssüf doğuran məsələ budur ki, qara niyyətli adamlar cəmaatın inancından istifadə edən adamların etdiklərini İslam dininin buyurduqları kimi qələmə verirlər. Bu düz deyil və buna bütün dünya birliyi dözür. Tənqid edən də, tənqid olunan da özümüzünkidir. Hər şey, hər kəs özümüzündür. Düzlər də, səhvlər də. Aldanan da, aldadan da, dayanan da, qaçan da, pul istəyən də, pul alan da, yıxılan da, duran da. Əsas məsələ özümüzünkü sayılan adamlar yanlış fikirlərə qapılanda onlara doğru olanı göstərməkdir. Bilmirəm, mən bu görüşümüzdə bunu bacardım, ya yox. Ancaq deməliyəm ki, indi şeirimizin vaxtıdır. Özümüzə qaldı. Biz canı canana fəda eylədik.
Biz canı canana fəda eylədik. Almadı cana, can özümüzə qaldı. Sizdə olan imkanı Allah bilir. Bizdə olan imkan özümüzə qaldı. Özümüzü məth etdiyimizdəndir ki, yazdığımız dastan özümüzə qaldı. Kimindir dövran deməyin xeyri nə? Gəlin deyək, dövran özümüzə qaldı. Biz bu vilayətdə kasıb tapmadıq. Kəsdiyimiz qurban özümüzə qaldı. Fərz eləyək, hər kəs həyatdan köçüb. Fərz eləyək, hər yan özümüzə qaldı. Şövqü doğrular xəyal oldu getdi. Şövqü doğrular xəyal oldu getdi. Xəyallar doğrudan özümüzə qaldı. Xəyallar doğrudan özümüzə qaldı. Özünüzə qalan şeylərlə sizi baş-başa buraxıram. Çalışın, başqalarına da nəsə saxlayın. Sağ olun, salamat qalın.